Bugün 26'sıdır, Silahlı Qüvvələr günüdür. Bütün dünya Azərbaycanlarımızı səmimi qəlbdən, ürəkdən təbrik edirəm. Bəli, bugün Qarabağ Azərbaycan söyləyiriksə, biz unutmalı deyirik ki, Cənab Prezidentimizin daxili və xarici siyasəti nəticəsilə torpaqlarımız azad olundu. Bugün hərbimiz hərbidir. Gəlin unutmayaq. Gəlin tariximizi, keçmişimizi vərəqlayaq, görək ki, 90-cı illər Azərbaycan hərbisi nə vəziyyətdə idi. Bugün Azərbaycan Silahlı Qüvvələr günüdür. Bugün Azərbaycan Silahlı Qüvvələr yüksək səviyyədə xidmətini edir. Və bugün Qarabağımız azad olunub. Bugün Azərbaycan bütövlüyümüz azad olunub. Bugün Azərbaycan deyiriksə, bugün Azərbaycan Respublikamızın 3 rəngli müqəddəs bayrağından danışırıqsa, bugün Qarabağımızdan danışırıqsa, Şuşamızdan, Xankəndindən danışırıqsa, gəlin unutmayaq ki, Cənab Prezidentimizin böyük siyasəti, daxili və xarici siyasəti vardır, böyük əməyi vardır. Bugün xalqı üçün, milləti üçün, dövləti üçün çalışan Cənab Prezidentimizdir. Bugün torpaqlarımızda, azad olunan torpaqlarda bizim hərbiçilərimiz yüksək səviyyədə xidmət aparır. Bugün bizim hüquq mühafizə orqanları, əməkdaşları Xankəndində, Şuşada, Qarabağda yüksək səviyyədə xidmət aparırlar. Bəli, bugün biz bütün dünyaya, dövlətlərə sübut etdik ki, biz Azərbaycanlıyıq. Biz Azərbaycan olaraq bizim liderimiz var, bizim rəhbərimiz var. O da İlham Əliyev cənablarının daxili və xarici siyasəti nəticəsilə torpaqlarımız azad oldu. Bilirsiniz nətərdir? Biz 30 il idi həsrətində idik. Şuşamızın, Qarabağımızın. Ancaq Xankəndinə Sovet dövründən də yaxın gedə bilmirdik. Xankəndi də bugün azad olundu. Şuşamız da, Qarabağımız da azad olundu. Bəli, mənim dahi Ulu Öndər Heydər Əliyevimin ruhu şaddır ki, Şuşamız, Qarabağımız azad olunub. Xalqımızın qeyrət, namus papağını bərpa edən, xalqımızın üzərində sevinç edən şəxs, o da Ali Baş Komandan İlham Əliyev cənablarıdır. Bir daha da Azərbaycan xalqımızı, başta Cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan Respublikamızın vitse-prezidenti Mehriban xanım olmaqla, hüquq mühafizə orqanlarının rəhbərlərini, əməkdaşlarını, dünya Azərbaycanlarımızın bu gözəl bayramın münasibəti ilə səmimi qəlbdən, ürəkdən təbrik edirəm.